Dedik ki, yerin geoloji mərhələsi, dedik geoloji mərhələ eonlara bölünür. Eonlar özləri də nəyə? Eralar özləri də dövrlərə bölünür və hər dövrdə mühüm hadisələr baş verib. Bu hissə lazım deyil. Sizcə burada biraz dəmiri biz qeyd edəcəyik. Və bu eonlar özü də iki yerə bölünür. Kriptozoy, bir də fanerozoy. Kriptozoya 2 era aiddir. Arxey və proterozoy. Ən qədim arxeydir, sonra proterozoydur. Bu cavana doğru biz belə sayacağıq bunları yuxarıya doğru. Arxey və proterozoyda qədim qırışıqlıqlar, qırışıqlıq dağa əmələ gəlməlidir. İlk yosunlar, bakteriyalar, dəmir filizi məhz bu dövrdə demək yaranmışdır. Burada heç bir dövr yoxdur, heç bir qırışıqlıq yoxdur. Bircə proterozoyda Baykal qırışıqlığı yaranmışdır. Baykal qırışıqlığı həm də Kembri-Ordovik dövrünə aiddir. Sonra keçirik Paleozoy. Paleozoy erası qədim dövr adlanır. 6 eraya, daha doğrusu dövrə bölünür. Kembri, Ordovik, Silur, Devon, Karbon, Perm. Daş kömür eyni zamanda karbonda adlanır. Bu dövrdə vacib olan mərhələlər hansılardır? 2-2 deyəcəyik. Kembri-Ordovikdə Baykal qırışıqlığı baş vermişdir. Silur-Devonda Kaledon qırışıqlığı baş vermişdir. Karbon-Perimdə Hersin qırışıqlığı baş vermişdir. Yəni qırışıqlıq qədimdən cavana doğru saysaq, birinci Baykalı deyəcəyik, sonra Kaledonu, sonra Hersini deyəcəyik. Və bu dövrdə vacib nə olmuşdur? Pangenya, Lavrasiya və Gondwana qurumlarına parçalanmışdır. Biz demişdik ki, bir dənə Pangenya materiki var idi. Sonradan 2 yerə bölünür. Lavrasiya ilə Gondwana və yaxud da Gondwana. Lavrasiya şimal materikləridir, yəni Şimali Amerika ilə Avrasiya aiddir bura. Gondwana isə cənub, yerdə qalan materiklər aiddir. Bu dövrdə eyni zamanda Hersin və Kaledon qırışıqlıqları, eyni zamanda Baykal qırışıqlığı da baş vermişdir. Pantalas okeanı, transqressiya, reqressiya, yəni transqressiya suyun sahilə gəlməsi, reqressiya suyun sahildən çəkilməsi idi. Eyni zamanda iynə yarpaqlı, çılpaq toxumlu, ay döşüklə suda quruda ilk dəfə, suda ilk balıqlar, quruda ilk bitkilər məhz bu erada yaranmışdır. Keçirik indi Mezozoy erasına. Mezozoy erası da 3 yerə bölünür. Tiras, Yura, Təbaşir. Qədimdən cavana doğrudur. Burada Pangenya, Lavrasiya və Gondwana Paleozoyda ayrılmışdı. Mezozoyda artıq Lavrasiya Şimali Amerika ilə Avrasiya, Gondwana da Afrika, Cənubi Amerika, Avstraliya, Antarktida materiklərinə bölünmüşdür. Yəni müasir materiklər məhz Mezozoy müasir materiklər məhz burada yaranmışdı. Eyni zamanda Pantalas okeanı parçalanır. 5 okean da məhz bu dövrdə yaranmışdı. Yəni Sakit, Hind, Şimal Buzlu okean, sonra Atlantik okeanı, Cənub okeanı da Mezozoy erasında yaranmışdı. Bir sözlə müasir materiklər, müasir okeanlar Mezozoy erasında yaranmışdır. Bundan başqa örtülü toxumlar, məməlilər, quşlar, qədim sürünənlər məhz burada yaranıb, belə burada da bəzilərinin nəsli kəsilmişdir. Ən son müasir dövr Kainozoy erası adlanır. Kainozoy erası Paleogen, Neogen 4-cü dövr və yaxud da Antropogen dövr adlanır. Bu dövrdə 4-cü dövr buzlaşması baş vermişdir. Çox vacibdir. Bu daha çox düşür. Buzlaşma da ki, Şimali Amerika ilə Avrasiya materiklərinin şimal hissələrini əsasına əhatə etmişdir. Müasir leylək, müasir materik, müasir ekoloji problemlər hamısı məhz bu dövrdə olmuşdur. Eyni zamanda alt qırışıqlığı cavan dağlardır. Yəni bu dövrdə yaranan dağların hamısı cavan dağlardır. Tetis okeanı, Aralıq, Qara, Xəzər, Aral dənizlərinin, Xəzər-Aral gölü sadəcə Tetis okeanının xüsusiyyətlərini daşıdığı üçün biz onlara dəniz deyirik simvolik olaraq. Bu dövrdə parçalanıb yaranmışdır. İlk insana bənzər meymunlar məhz Kainozoy erasında yaranmışdır. Və burada biz qeyd edə bilərik. Görürsən, ilk Pangenya materik olub, Pangenya bölünüb Lavrasiya ilə Gondwana, daha sonra Lavrasiya Mezozoy erasında Şimali Amerika ilə Avrasiya, Gondwana isə digər materiklərə bölünmüşdür. Eyni zamanda Gondwana hal-hazırdakı Avrasiyanın tərkibi hissəsi olan Ərəbistan və Hindistan yarımadaları da aid idi. Sonradan tektonik proseslər nəticəsində Ərəbistanla Hindistan yarımadası şimala doğru gedərək Avrasiya ilə birləşiblər. Litosfer tavaları biz keçəcəyik. Yəni yer səthi müəyyən bir qatlardan ibarətdir. Biz bu qatlara litosfer tavaları deyəcəyik. Onların hərəkəti nəticəsində bu hadisələr baş vermişdir və Ərəbistan və Hindistan Avrasiya üçün yad quru sahələr adlanır. Bu qədər. Bu dərsi səliqədən öyrənirsən, əvvəlki dərsdə təkrarlayırsan.